Salam aleyküm. Salam aleyküm. Mən Elman, Ukraynada döyüşən Azərbaycanlılar adından müraciət edirəm ki, Ukraynada döyüşən Azərbaycanlılar və vətəndə olan və vətəndən qıraqda olan Azərbaycanlılara müraciət edirəm ki, Misir Qasımlıya dəstək olaq və yanında olaq. Kim məhkəmə proseslərində iştirak etmək istəyir, növbəti məhkəmə prosesi sabah olacaq, bildiyiniz kimi gələ bilərlər. Bundan əlavə bu videonu çəkməkdə məqsədimiz budur ki, bəzən Azərbaycandan çox suallar verirlər ki, bəs Azərbaycan döyüşçüləri hardadır? Azərbaycan döyüşçüləri Döyüşdədirlər də hamısı. Döyüşdədirlər və Misir Qasımlının yanındadılar, həmişə də dəstək olurlar. Bu qədər, çox sağ olun.